Gelin şu an. Öpük kızlar, bacılar, atar, çıkan pazarı. Siz təfəmmül yerinizdə də durun, Ahmet Bey. Al verin. Gel sen nasıl tamaşa edek. Dağ başını aldı duman, cedevladım yakşı yol, yağlara verme aman, cedevladım yakşı yol. Qarabağım göver şam talan oldu, Təbriz derdi, Dərbənd derdi yalan oldu. Qaz ayağa vətən oldu, sən qisasa, qalib zəfər bayrağımız zirvəyə çat. Oğul talandı torpağımız, qaraldı çırağımız, ucalsın bayrağımız, bu millət alçalmasın, ged evladım yaxşı yol. Çatdı qisas məqamı, pozuldu intizamı, bu xalqın intiqamı, qiyamətə qalmaz, ged qardaşım yaxşı yol. And olsun torpağa düşər, gözlərdən süzlər yaşar, mən intiqam almayınca, son qələbəyə salmayınca, silahımı soyutmaram, evimizə qayıtmaram. An getirin. Dayan. Deyirəm mən adoslar, ömrümüz çiçək açsın, Əlifba bayramınız sizin mübarək olsun. Bayramınız mübarək, Əlifba bayramınız, nə yaxşı öyrənmişik Əlifbanı hamımız. Azərbaycan dilində öyrənmişəm anamdan, oxumağı, yazmağı, Əlifba kitabında 32 hərfdən düzəltən sözləri, anam baxır sevgisən, gülümsər gözləri. Boş sənə xəzənsiz qaba, üstündən nə bulud, nə də sən getir. Bütün əməllərə gedən cığırlar, bu tarihdə kitabın içindən keçir. Nədir əlifba, səslərin işarəsi, bildiyimiz sözlərin yazılı işarəsi. Sorsalar kiməm mən, kimdir şimdi əlifba, deyir bizdir, müəllimdir əlifba. Əlifba bir dünyadır, hərflərin dünyası, sərsən xeyyanın cümlə sözü görürsün. 32 hərfdir, bir binada olurlar.
Məktublar haqqında bitmiş bir fikri bildirirəm. Sizlərdən çox üstünəm. Mənim köməklə insanlar bir-birini başa düşür, anlayır. Elə deyilmi? Bəli! İnsafsız olma acımı. Axı mən olmasam sən necə əməl edəcəksən? İnsanlar əşyalarını, hadisələri mənimlə ifadə edirlər. Elə deyilmi uşaqlar? Bəli! Sən də danışdın da Arşad, mən sənə asanlıqla gözlə biləm istənəm. Heyecan, mənsiz sən necə yarana bilərsən? Elə deyilmi uşaqlar? Bəli! Ay, nə boş boğazlıq edirsiniz? Hamınız uşağı mənəm mən. Mən sizlə cüzlənərsiniz, sizə də heyecan yaranır. Elə deyil uşaqlar? Bəli! Gəlin mübahisə etməyin. Əlbəttə nitqimizin yaranmasında hər birinizin rolu böyükdür. Hərəmizin öz yeri var. Bəli uşaqlar, bu düzdür. Atalar çox gözəldir. Güc birlikdədir. Gəlin uşaqlar, bayram şənliyimiz var. Çalıb rəqs edək biz, qoy ucalsın nəğməmiz. Gəlin tutaq əl-ələ, dönək bir dəstə gülə. Burada dost olsun hamı, şən keçirək bayramı. Şəkilli bir əliz bağ var, atlamalım əziz dostlar. Şəkilli bir əliz bağ var, atlamalım əziz dostlar. Mənə yaxşı oğul deyil, deyir öyrənmə şeyi. Mənə yaxşı oğul deyil, deyir öyrənmə şeyi. Dərsə çoxdur əvəzimiz, əlif balı öyrəndiyimiz. Dərsə çoxdur əvəzimiz, əlif balı öyrəndiyimiz. Bugün əziz bayramımız, sevinirik biz hamımız. Bugün əziz bayramımız, sevinirik biz hamımız. Gülüşümüz dodaqdadır, tərsimiz qabaqdadır. Gülüşümüz dodaqdadır, tərsimiz qabaqdadır. Dərsimizdən qalmarıq biz, kiçik qeybət almarıq biz. Dərsimizdən qalmarıq biz, kiçik qeybət almarıq biz. Dərsə çoxdur əvəzimiz, əlif balı öyrəndik biz. Dərsə çoxdur əvəzimiz, əlif balı öyrəndik biz. Bugün əziz bayramımız, sevinirik biz hamımız. Bugün əziz bayramımız, sevinirik biz hamımız. Oğlanlar gelin. Biraz oturun. Oğlanlar oturun. Ayak üstüne kalmayın. Yolunuzu alın. Bir de şu an bölümde Şarbelini bu dikkat ayırsın. Şarbelini bu şapat ayırsın. Ne sana görün. Kızdırma nerede onlar? Yazın evvelinde gence çölde, yazın evvelinde gence çölde. Çocuklar yine de bize laleler, bize laleler. Yağıştan ıslanan yapraklarını
kimi ana dili müqəddəs. Damarımızda qandır, ciyərimizdə nəfəs. Odur ən çətin anda köməyimizə yetən. Ana dili yoxdursa, nə ana var, nə vətən. Ana dili, hikmət dili, məna dili, hər ləhcəsi, şivəsi bal, dinlə onu, xəyala dal. O dil ana kimi əziz, hər kəlməsi şəffaf, təmiz. O sel kimi axa bilir, şimşək kimi çaxa bilir. Qürbət eldə vətəndir o, köməyimə yetəndir o. Birləşdirən bizi odur, ocağımın közü odur. Bu dil nəfəsim canımdır, bütöv Azərbaycanımdır. Bu dil solmayan çiçəkdir, keçmiş indi gələcəkdir. Ana dili varsa əgər, bizimlədir hər an zəfər. Dünyanın ən gözəl musiqisi ana laylasıdır. Ərşinin ətri isə ana nəfəsidir. Yoxsa da dünyanın ucu, bucağı, hər yerdən istidir ana bucağı. Sən anasan, mənim də analıq şərəfim var. Anaların qəlbində birdir böyük duyğular. Hara salıb qaldıraq analar yuxudan. Dünyada heç bir ana mülküdəməsin bu an. Qalsın bütün analar sülh saadət naminə. Gələcək nəsillərə gözəl həyat naminə. Əcəl olmasaydı ana zəhməti, qazana bilməzdim heç bir söyləti. Onun hər sözündən Allah'ım qüvvət, qəlbimi etdi, verdi nəsiyyət. Ana, bax bu sözün mənası nədir? Ana, o da aşıq pərvanədir. Dolan başına daim övladın, ana müqəddəsir, o pərvaniz qadir. Gözəl ənədən əliş mecbana, böyütdükcə bilir səndən, bilir səhlərına, qəhrəmanlı anası, sevimli əziz qadın, bizim ona vətənlə başa çəkilir adım. Hər baxışında məna gördüm, nədir gözlərində bunu sikir ana, söylə gözlərinin sirrini mənə, mənalı gözlərinə qurbanam ana. Layla çala körpəsinə, məhəbbətlə mənim anam, bir sözüm var bu gün sənə, məni dinlə mənim anam. Sən bağbansan, biz gül çiçək, şöhrətindir halal əmək, sənin kimi gözəl göyçək, yoxdur hələ mənim anam. Hər sənətdə olsa yerə, bir anasan öz evlə, təbriş deyir, elə sənə, cürə-cürə mənim anam. Unutmarıq birən səni, daim görək, cavan səni, ucaldacaq dövran səni, ildən ilə mənim anam.
öncə şeir və mahnıya qulaq asın. In my country it's very sunny, in my country the sky is blue, in my country the nature is lovely, in my country the fruits are true. My country, your country is always, which land is the best? Mənim ölkəmin saması günəşlidir, mənim ölkəmin təbiəti gözəldir, mənim ölkəmdə dostlar düzgündür, indi deyin hansı ölkə ən gözəldir? Azərbaycan Kızlar. Yani necə durmuşdur, elə durmuş. Qapını var. Qalçanız da gedin durun. Gedin durun qalçanız. Hə, durun. Bakın bura bakın. İndi isə təbriz üçün sözü məktəbimizin direktoru Roza müəlliməyə veririk. Birincilər, sevimli birincilər. Artıq 3-cü tədbirimizdir ki, biz dinləyirik, qiymət veririk. Çox sağ olsun uşaqlarımız, müəlliməmiz, əziyyət çəkən Hədiyyə müəllimə. Çox qəşəng, xoşumuza gəldi, bəyəndik. Valideynlər də sağ olsun, iştirak elədilər. Biraz təəssüflənirəm ki, burada dayanan uşaqlar çox fəaliyyətsiz dayandılar, az şeir dedilər. Amma belə tədbirin müəllimə çox sağ ol, yaxşıdır. Əlbəttə, tədbirin yaxşı olması üçün valideynlər daha fəal olmalıdır. Günel müəllimənin, Nazəli müəllimənin valideynlərlə nisbətən biraz sənkilər elə bir fağır təhərdirlər, sakitdirlər. Ona görə Allah qoysa, yəqin 4-cü sinifin sonunda verəndə tədbirimiz daha yaxşı olacaq. Amma maşallah qızların o qədər fəaldılar ki, hələ burada 3 nəfər, 4 nəfər qız Gül bayramına seçdim, götürəcək oradan şeir deyənlər. Arzu edirəm ki, oğlanların da fəallaşsın biraz. Təhsilləri gözəl olsun, yaxşı oxuyun. Sizin hamınızı öpürəm, hamınıza uğurlar arzu edirəm. Gün o gün olsun, əziz valideynlərimiz. Könül, sən də bizim valideynimizsən. Arzu edirəm, 11-ci sinifi qutarsınlar, övladlarınız instituta qəbul olsunlar. Tanıdığım bir neçə valideyn var ki, fəal valideynlərdir. Maşallah, uşaqları da gördüm burada necə fəaldılar. Ümumiyyətlə, müəllimin üzünü ağ eləyən tədbirlərdə, şagirdlərin fəal olmasında valideynlərdir. Biz müvəqqəti bir 4-5 saat yanında oluruq, amma uşaqların yanında valideynlər olur. Yəni ki, uşaqların məktəbdə, ictimai həyatda, özünü həyatda tutması üçün valideynlər çox kömək eləməlidir. Yəni, hesab edin ki, 20% müəllimin üzərinə düşürsə, yox, 20% düşmür, çox düşür. 20% müəllimin üzərinə düşürsə, 80% valideyn üzərinə düşür. Ona görə sizə övladlarınızın gələcək həyatında özünə layiq yerləri tutmağını arzu edirəm. Arzu edirəm həmişə belə övladlarınız fəal olsun. Müəllimlərimizin əziyyəti özünüz bilirsiniz ki, əvəz olunmazdır. Mən bunu doğrudan səmimi qəlbdən deyirəm. Çox çalışırlar müəllimlər. Özdəki bilirsiniz ki, yeni təlim metodu kurikulumla dərs keçirlər. Müəllimlər bir dəqiqə çağırırsan ki, bir işim var yanıma gəl. İbtidai sinif müəllimlərini sinifdən çıxarda bilmirsən. Nə vaxt gedirsən, ancaq uşaqlarla çalışırlar. Bax, elə bunları da siz valideynlər nəzərə almalısınız. Hər an müəllimlərinizə, sinif müəllimlərinizə
4-cü sinifi qutarandan sonra da kənarda qalmamalısınız, həmişə dayaq olmalısınız. Bu yolda, uşaqlarınızın savadlanması yolda, gələcək həyatında özlərinə aid olan yerləri tutmasında sizə uğurlar arzu edirəm. Müəllimlərinizə də can sağlığı arzu edirəm. Arzu edirəm, bundan da gözəl tədbirlər keçirin. Sağ olun. Sağ olun. Çəkiriz onunla. Gerek önünü. Sonra çəkdirəm. Sağ olun. Hamınızı öpdüm, bağrıma bastım. Sağ olun.